Salam aleyküm dostlar. Deməli biz bugün Harun Məmmədov videolarına reaksiya videosu çəkirik dostlar. Bu bizim part 1'imiz olacaq. Əgər ehtiyac olarsa ikinci hissəni də çəkərik. Dostlar xatırladım ki bu videoda söyüşdən istifadə olunmuyor. Ancaq yəni bəzi hallarda, bəzi yerlərində yəni ağrı basmayan ifadələr ola bilər. Ancaq lazım olarsa o yerlərindən də bip qoyacaq dostlar. Yəni özünün xatırlatdığı kimi, yəni xahiş edib ki, yəni mənim pis videolarımı yaymayasınız. Yəni ağır basan söyüşlü videolarımı yaymayasınız. Yəni və biz onun o xahişini qırmırıq və bunu nəzərə almışıq. Dostlar demək keçid edək videomuza. İnanıram ki mənlə bir yerdə deyib gülüb əylənəcəyik. Yəni əvvəla videoya keçməzdən əvvəl zəhmət olmasa kanalıma abunə olmağı unutmayın dostlar. 200-ə son 28 abunəm qalıb. İnanla minə irəliləyirik dostlar. Keçid edək videomuza. Qadınların, uşaqların, yığın-yığın qızıl gümüşün, yaxşı cins atların, mal-qaranın və əkin yerlərinin verdiyi zövqləri olan istək insanların gözlərinə gözəl göstərilmişdir. Bütün bu dünyalıqlara olan sevgi və istəyimiz bizlərə proqramlaşdırılmışdır, təbiidir. Ancaq nə mallarınız, nə də övladlarınız sizi Allahın zikrindən yayındırmasın. Bunu edənlər ziyana uğrayanlardır. İmtahan üçün sizə proqramlaşdırılmış bu sevgi və istəklər sizə ibadəti, namazı unutturmasın, əks halda uduzarsınız. Günahkar o günün əzabından qurtarmaq üçün fidyə vermək istəyər. Öz oğullarının həyat yoldaşını və qardaşını ona sığınacaq vermiş nə? Dostlar xatırladım ki, yəni əgər fikir versəz, yəni məni izləyən izləyicilər varsa, mən videolarımda demək olar ki, yəni qadınlardan istifadə eləmirəm. Yəni gur musiqilərdən istifadə eləmirəm, ancaq yəni lazım olan yerdə bəzi hallarda istifadə edirəm dostlar. Yəni inşallah yəni dırnaqlarımızla qaziyə yəni bu abunələri qazanacaq dostlar. Sizin sayənizdə inanıram ki bir gün 1000, 2000, 3000, 50, 100k olacaq dostlar. Davam edək videomuza. Və yer üzərində olanların hamısını tək ki bu onu xilas etsin. Bugün bizə sevgisi proqramlaşdırılmış və əsla onlardan vaz keçə bilmərik dediklərimizi sabah heç düşünmədən cəhənnəmə atmağa razı olacaq. Yetər ki öz canımızı qurtara bilək deyə. Məncə bu barədə biraz düşünək. Ehtiyatlı olun, abralar sürüşkəndir. Mən sağ qabaqcadan Nə şirin demişdim ki, oğlan avaradı, qoşulun ona. Məzələnmə. İndi çəhəzava. Sabahın xeyir həyatım. Sabahın xeyir aşkitom. Səndən oyanmaq necə gözəldir. Səhər durmuşam, yemağıma nazməm. Sən yanmışam mən. Mən yemək pişirəm, deyiləm, qadınam. Dostlar bir şey yadıma düşdü. Deyir mən qadınam, qabiyyən deyiləm. Yəni hər bir cinsin öz bir işi var, öz peşəsi var dostlar. Yəni kişilərə xas işləri var, qadınların da qadınlara xas işləri. Sena, Aha. bir gülsene. Qəşəng gülür ha. Deməzlər. Məşhur arın keçər geyinir. Əvvəlimiz bir damlası sonumuzda sürsün. Nə məşhuruqsa. Atalar nə demiş? Hər qaqa. Ilə tanınmaz. Nəylə tanınır? Şəxsiyyət vəsiqəsi ilə. Gülüm gelsin aynene, koyarım gelsin aynene, kapıda durarım. Kapıda duran oğlan. Ay ay ay. Nasıl bir saniye? Xəstəsən olsan, nə çıxırsan? Düz basar, şüvən, işverən. Dostlar bunu bir yerdə yəni bunu mahnılı şəkildə görmüşdüm. Yəni o vaxt ilk dəfə görəndə çox təsir eləmişdi. Yəni analıq instinkti, yəni insanlardakı o analıq instinkti, yəni nəyə desən dəyərdir. Eynən heyvanlarda da güclüdür analıq instinkti. Aha. K və P. Bunlar ingiliscəsində izləyirəm. İnanılmaz. Dostlar yəni çox təəssüf, yəni bu Azərbaycan dilində dublyajlar yoxdur, sıfırdır, ümumiyyətlə yoxdur. Yəni ingiliscəsində izləyirəm bunları. Yəni çox təəssüf, bunlara da bir dənə yəni reaksiya videosu çəkərdim, hətta partlayardı, o tərəfə də keçərdi. Yəni həddən artıq yumor yerlərini çox professionalcasına tuturlar bu insanlar. Yəni fikir verirəm, yəni hər yerdən toxunurlar. Yəni çox təəssüf ki, yəni belə qoysam alınmır, insanlar başa düşməyəcək. Yəni mən tərcümə eləsəm belə, yəni bəzi yerlərini qaçırdacaqlar. Ona görə məcbur qoya bilmirəm. Ümidvaram bir gün ki, yəni türklər bunu tərcümə eləyir ya da bizimkilər yəni o şəkildə qoya bilərəm. Vaxt düzəltdiyin yeməklə bağlı bir problem var.
O da ki daha öncədən hamı yemağıma düzəltmamağındır. Təşəkkür edirəm, şef. Çünki düzəltsaydın sən daha tez verilişdən çıxardardım. Davaydı şişələşülayıq basabdan bayıra. Üzr istəyirəm, şef. Qovmursan da. Çünki sənin dünyanın ən yaxşı restoranında işləmağın lazımdır. Yəni nə o tərəfli, Təşəkkürlər, nə bu şef. tərəfli. Təbii ki, mənim yaşamadığım dünyada. Mırdar Üzr sürü. istəyirəm, şef. Açığı desəm çünki səni qısqanıram. Təşəkkür edirəm, şef. Qısqanıram bir köpüklük olmayan qabiliyyətinə. Habı yemək insan Təkərə tükətiminə düşdü. uyğun deyil. Habın tükətməsi gerəkənlər gərək daha üstün yaşam formaları olsun. Daha üstün damaq dadları olmalıdır. Biz habına layiq deyilik. Onlar gərək bizi həblə zirzibil yeməklərdən xilas eləsinlər. Məncə sən yemək zat bişirmə. Lütfə öl, nəslin kəsilsin. Messi, Messi, çəkil Messi. Adamı yerin dibinə soxdu çıxartdı da, demədiyə qalmadı, yetim. Ondan Messi deyir görək. Ador Messi, Messi. Ankara Messi, Ankara Messi, Ankara Messi. Bay şəhərdən şəkil çəkənlər gəliblər. Gəl, yaxından çək. Xala bir xəbərim yoxmuş kimi çək. Ay bunlar kimdir, qorxuram. Güya da indi. Çəkin cəmaatın gözü biraz gözallıq görsün. Hər zaman adamın əlinə həblə quş düş. Arqa orada indi bəzi qızlar bir dənə xəbərim yoxdur çəkdə, yəni belə eləyirlər. Nəysə. Kişi uşağı mən Yəni üzünün bu tərəfini görmədim də, yəni bu tərəfini görsəm nə olacaq, ha bu tərəfini görsəm nə olacaq. söhbətə çağırır. Biz söhbətdən qorxan oğlanıq, hə? Əli qaqa, Nə olub, hə? Nə baxsan? ermənilər kimi. Yəni Hindistanlar da ağ bayraq qaldırır da, yəni erməni kökənli millət, çox xarab millətdir ha. Yəni Pakistan qadasını alım, şaqqıllatdı göydə, 30 durdular yerə. Bu laf ağır neymiş ki? Hadi orada, oradaki ben Ay açsın. Qarın qardaşdan irəli söhbəti budur. Bax başa düşmürəm də. Hadi yazdılar qutab kinonun özünə bax başlayır. Nə bilim, nə vaxt başlayır, nə vaxtsa başlayacaq da, keçəl ağaca O çıxanda. dəniz qulyabanisi. Sualtı xəritə production. Hələ kino başlamadı. Yox. Bir zamanlar önce, Axır ki kino başlayır. bir zamanlar önce studiya. Ha bunlar уже məzələndilər. Aha, kimsə təyyarədə şəhərə gəlir. Mənzilə çatmış təyyarə production. Ay Bülent. O əla, tarixi kino. Ölkə və tarix production. Hayf elə bildim tarixi kinodur. Axır ki başladı. Qaqaşın çini Dostlar, yəni o vaxt bir dənə Azərbaycan kinosu vardı. Orada yadıma çıxdı. Hayf elə bildim tarixi kinodur. Nəsə adı nə idi? Qüdrət Elmətdinin kinosu idi, nə idi? Nəsə yadımdan çıxdı dostlar, kommentlərdə bildirərsiniz. Ağsaqqal idi ha. içindədir. Nə olub fə görəsən? Təngə nəfəs çiğni yaralı kişi film təqdim edir. Gedin vızqırdı ne burada? Salam aleyküm. Ben Qankam, Aha. salam aleyküm demək lazımdır. Salam Məzələm. aleyküm. Bazı insanlar salam aleyküm diyor. Aleyküm diyor. Sən deməsən bilməyəcəkdim. Salam aleyküm biraz bize ne çıkıyor? Yaltak kimi çıkıyor. Salam aleyküm. Ne aleyküm? Salam aleyküm. Aleyküm salam. Evveli de dediler salam aleyküm. Sonra dediler aleyküm salam. 5'te artı. Dəyərli izləyicilər, Aha. hər vaxtınız xeyir, Harun Məmmədov xoş gördük xırdalı və yazarım. s. kimi kəlmələr mədəniyyətimizdə. Ünsiyyətin başlanğıcı, görüşmə üslubu və bir nəzakətdir. Salam aleyküm və əssəlamu aleykuma gəldikdə isə salam aleyküm Azərbaycan dilində bəzi yerlərdə xalq arasında Düzəltdiniz. yanlış tələffüz nəticəsində formalaşmış bir ifadədir. Bu söz birləşməsi ərəb dilində yoxdur. Yəni aleyküm sözünün heç bir dini və dil qaydasında yeri yoxdur. Sadəcə aleykum sözünün Allah yerli olsun, ləhcədə Allah səs olsun. oxunmasıdır. İslam mədəniyyətində əssəlamu aleykum sənə Allahın salamı, təhlükəsizlik, əmin-amanlığı olsun mənasını verir. Həm görüşəndə, həm vidalaşanda söylənilir. Bu Quranda keçən və Peyğəmbərin sallallahu aleyhi və alihi və səlləm etdiyi doğru İslam salamıdır. Qaldı ki, bu bəyin söylediği kimi. Evveli de dediler salam aleyküm. Sonra dediler aleyküm salam. Əvvəl necə deyirdilər, biz belə görmüşük. Hamı belə deyir, dədə-babalarımız, kör-körənə ənənəçilik. Rəbbimiz bu tip insanlar barədə söyləyir. Onlara Allahın nazil etdiyinə tabe olun deyiləndə onlar. Xeyr, biz atalarımızın, dədə-babalarımızın yolunu izləyirik, deyərlər. Bəs ataları bir şey Yəni əzizləyicilər, yəni belə bir şey deyim, bəzi adət-ənənələr var ki, yəni bəzilərini keçirirlər, bəzilərini deyirlər keçirmək olmaz. Məsələn üçün o vaxtı deyirlər ata-babalarımızın adət-ənənəsidir. Bəs o vaxtda məsələn ərəblərin ata-babalarının adət-ənənəsi əgər bütlərə tapmaq idisə,
Yəni sallallahu əleyhi və səlləm gəlib onu, yəni bütünləri uçurdu, İslamı gətirdisə, indi də bizim bəzi ata-babalarımızın adət-ənənələri qalıb, hansı ki, yəni üzə çıxarılası deyil, bəziləri yəni o adət-ənənələri keçirir. Yəni hansı da ki, indiki zamanda da elə istifadə olunur və davam elətdirilir. Yəni bəzi mənasız adət-ənənələr var, yəni belə sözlə pis çıxmasın. Bəziləri var ki, yəni urfumuza uyğun adət-ənənələr, yəni Azərbaycan üçün belə olmalıdır. Ancaq bəziləri var ki, absurddur. Ona görə dostlar, çalışın özünüzə görə yaşayın da. Yəni qəlbinizdəki düz nəyi deyirsə onu deyin. Yəni onun bunun sözündən yox. Doğru yolda deyildilərsə necə? Esselamu aleykum. Və aleykümselam. Qaynat su töküb içinə şokolad qovuruq. Qazı yandırdıq. Fındık. Kış. Fındığımızı qovuruq. Rətulduq. Qabımızı qoyub fındıqlar tökürük. Şokoladı mətdi müddü üstünə töküb, böyründən tutub vururuq təpəsini kötüyə. Və Vay mən o zaman xordum Fərənin başını kəsərdim, qatardım o şokolata yeyərdim də. hazırdır, çıxardırıq. Çift eləyək. Doğrayırıq. Onu nə daddı? İmkan bir video çəkək də. Sənin Ha bu nədir? Videonu almaq üçün də hamısını yemələr toyuqları. Ha vaxt keyif gəldim, xəbərim yoxdur. Dünən axşam keyif gəlmiş. Azdan yavaş-yavaş çıxdım aradan, sən də gələrsən. Ay dayandır müəllim, hopdadı. Az olsun da dayandırdan. Demə o qədər başımıza gəlir. Qapının ağzındaymış ki. Nəsə bizim söhbət öldü. Dayandır müəllim. Dəhşət. Dəhşət. Az suda və. Ne olur, niye kırışırlar? Az Yəni mən model o maraqlıdır. Bože moj gospodi, zırıqladı. Qızlar simişka gətireyim. Xman kayfı yoxdur. Господи, Боже мой. Что это за жизнь? Çəkirsən qıza, onu daha bunu YouTube'a qoy. Partlayış eləyəsən. Dostlar, inşallah yəni Harun Məmmədov videolarda, yəni mənim YouTube-da partlayışımın başlanğıcı olar dostlar. Görək. Gəl. Neyinirsən ha? Gəl. Ay, Nə gəlmirəm. deyirsən? Mən zəblə Mənəndə çalsam, bu. ləzzət eləyərsən. Keçəmirəm. Bəlkə belə keçim. Buradan da alınmır. Qradırın görüm. Keçin. Eşək gəlib, eşək gedəsiz. Özün nəsə. Avra düşmüş daxı hanı? Gözümün qabağında nə tərətif batdı. Əşnəsə başımın gözümün sadaqası olsun. Səhər yuxudan durub nəsə gəzəndə mən. Habın ayın tarifi neçəsinə qədər? Habraca! Misya dəftərini yaz verəcəm. Tutan ayağından tut. Nə tərəf? Gedən o getdi. Has tərəfindən vurun. Ay da ağzını al. Pişiklərdə də ürək var da. Bir dəfə yəni təsadüfən mən işlədiyim ambarda bir dənə eşşək arısı gəldi. Böyle nəsə bir risk elə bir oturmazsa sonra qalxdı da. Yəni mən ondan qorxdum, o da məndən qorxdu. O nə eləmişdim mən onda təsəvvür. Yetim. Aha. iPhone'dur. Mendeki öğrenci o verdi. Biraz üstü. Hoppa. Pizza masajdı. Ana. Bilmirəm. Sənə payoma ver. Havaya qaqaşların kurudu. Hamaz et payozdan var dayanacaqsınız bildə. Yaxsan mazı tutub zincirdə belə. Şahvələt müəllim gəlir. Şahvələt müəllim. Şahvələt müəllim. Kimdə o eşək ki manqıras? Müdür Bir şey gəlir. bilmək istəyirdi. Hər şey bilmək ehtiyac yoxdur. Hətta o bil yetər. Bax işte səhv elədim. Hər oğlan həyat səhv ola bilər, amma oğlanlıq səhv olmaz. Oy, qızıl sözlər. Şahvələt. Hala davay hamı hininə. Sən bir daha bu da xoxlanan görməyim. Svoyski qaqaşla astarojna, şahvələt süzoy müəllimə baxın. qaqaşlarla tamojna. Aha. Siz də adında Harun Lay. Hər hansı bir butulkaya müdaxilə olunduqda aparat həmin butulkanı uzaqlaşdırır. Dox millət dedim day məlum məsələdən sonra motosikletimin üstünə ördüm. Aha. Sonrası gün kameradan baxdım Nə ki, bu məsələdir? küçüklərin anası qaça-qaça motosikletimin üstünə gəlir. Ay bax bizim uşaqlar çökdü abi. Heç Mən başa düşmürəm də bu itlərin motosikletinin nə al verə Analarından qabağa sərin bilmədikləri var. qəhrəmanlarını özüm tapdım. Tanırsınız sizə. Mən motosiklet Dostlar, yəni bir dənə kommentlərdə bildirin. Yəni bu itlərin motosikletlərlə nə alıb vermədikləri var. Yəni nə vaxt görsə motosikletə hürürlər. Yəni motosikleti cimmi görürlər, nə şeytan mı görürlər, nə görürlər. Yəni nə olub da motosikletlə nədir dərdləri? Motosikletimi nəcinə qoymusunuz hə? Bağışla əmi. Hə? Utanırsınız? Yəni maşına hürmürlər, elə motosiklet görəndə hürürlər. Ayıb olsun sizə. Ha bu söhbətdən sonra da nə olsa yaxşıdır.
Ya görüm mənə bura Harunda nədə harap tollabı da mənim uşaqlarımı üzr istətdirir. Davay, paloznası da söktür oğlum, cır. Bana bile tut dart. Ay canım küçüydü öyle kölədi da. Gınnağın baş beynimizi aparır. Gel oğlum gel. Şimdi geçsin dincelsin o seviyesiz dublajlarıyla. Düşdüm qaraja baxmağa, örtüyü yaman yenə qoyutdular. Dərdivi kimə deyəsən? Bax nağarım mən. Maraqlısı budur ki, mən motosikletə baxanda anaları da oradan əlin üstündən qoyub mənə baxırdı. Nətədir, xoşa gəldi. Get indi dublajla. Heyvanlarla nazmırtlaş. Yoksa bu defa cırılan başka şey olacak. Zərif aha bu kabloklar rahat değil axı. Az biraz gez öyrəşərsən. Həblə culdu da ha. Cul yox ey qışı kul. Az oğlanlara bax nə qışaqdı. Urusaq danış. Segodnya hava jarkoyu. Anda millaya daraqaya. Ay çıxdı öldüm. Yarım saate çıxıram. Ay ne yarım saat öldüm patladım ayağım çık. Bu tutmadı. Ay altıma batırdım altıma. Ne olur çıktı kurban olur. Ne olur. Bu Wi-Fi çıkardan ortasına lanet. Çıkardı soyunacağım sıçtım altıma. Dostlar, yəni mən belə olanda, yəni qonşuya gedirəm, nə edeyim? Hayır oyana. Ay yetim, şaniyə vurursanız. Oğlumacığım. Öyrənmələ balama kim? Mənim balam. Yəni insanlarda bilirsiniz necədir? Yəni uşaq dəcəlik eləyəndə insanların ürəyində 100% belə şeylər keçir. Bir dənə şapalağa yapışdırır, sonra deyirsən əstəğfurullah, uşaqda günah yazılır, nə bilim nə. Yəni hər insanın qəlbindən məncə bir 95% insanın qəlbindən keçir də. Amma eləmir. Baldadır. Ay ya. Ufuldu balam can. Ufuldu. Mama bir daha. Ben sen maman da öyle. Yazıq. Geldim. Şil olasan uşağı niye vurursan? Yeter kaşına. Hayda. Eşeğe ula uşağımın dar elədim. Maman ölsün maman can. Adam uşağı tumori telifler. 100% gözdəyir. Balığı son dəfə suda üzdürüb, sonra qarnını vəhşi kimi kəsib, ətini atırıq taxtıya. Löp Oy, yaxdırdıq, oy, oy, duz oy. da vurduq, bir də istiyor. Üf, dəli balam. Daşımız burada qızsın. Hop, soğanı göydə tutub şaq qoyduq. Qaşaq doğrayırıq, hablə daha dadlı olur. Dostlar, kim yemək yeyərkən ASMR videolarına baxır? Zəhmət olmasa kommentlərdə bildirin. Yəni mən onlara baxmasam yemək yeyə bilmirəm. Belə marçıladırlar, mən mazoxistəm də, xoşuma Sarımsağı gəlir. ortasından kəsib, sonra təpəsindən qoyuruq. Göyərtini də cikkan doğrayıb ağzını sıyırırıq. Sonra həblə nüsrət kimi eləyirik. Daşı yarpaqla oxalayıb yağlayandan sonra balıqları cızabız pişiririk. Veganlar sizin acığı olacaq. Nənəmizin tavası qoyub içinə limon sıxırıq, sonra fikrimizi dəyişib hamısını atırıq. Limonu qızartdıq, üstünə soğan atırıq ki, daha ziyanlı olsun. Sonra Ay, qıraqdan bəh, bəh, bacadan nə tapdıq, zırırıq içinə. Ay, Yeməli təbiətin olmasa boynu indi başqa elədik da. şeydir Sonra ha. bunu sürdürük balığın üstünə. Maşallah. Dadına baxaq. Habi yemağın üstündən də qəşəkcə bir dənə kofe içib, qarın ağrısına düşərək tullanıb suyu buluyuruq. Dostlar, o səsi kimi eşitdin? Yəni o səsi orada eşidə bilən oldu. O Pələngin Hindistandakı bir dənə videosu var, bir dənə şinyada ağzına atırır, sonradan o səsi çıxardır ha. O nə qədər görmüşdüm ha. Az Gülfidan. Az ne olur bu Darın ne heyecanı? qeybəti. Az partlayış temaları var. Ne olufdu? Məzələnmə ha. Arvad var iyi. Ha aç film maşınla minif getdi. Oy da ne? Ha evde kişi var yoksa yo. Değilim ama evde kişi var. Ne gülür sana? Ana el kaldırma. Şu patini kırarım. Az ne pati? Pati ne de az? Ben elə şeylə məşğulam. Pati qoyuram az mən. Pati qıraram nədir? Əvvəl çox zəif bir pişik idim. Ama Hər kəs tərəfindən Can alçaldılaraq Polat döyülən. Buna yemək verməyin. Amma qarşıma məqsəd qoyub qula minnət eləmədən yerdən zaddan nə tapdım başladım yemağa. Məzələm. Natiq müəllimdən güləşin texnikalarını öyrəndim. Elə bir keçdin arxasına. biraz yavaş. Çəkirsən baya düşdün əblə. Artıq sürətimi məharətlə kontrol etməyə başlamışdım. Street workout-a başlayıb qollarım çeylişənə qədər turnik elədim. Qarın əzələlərimin yanğısını hiss eləyirdim. 89 90 və budur nəticə. Hər kəsə sözüm keçməyə Hadi başladı. qaqa. This is my life. This is my story. No pain, no gain. Necəsiz əmi? Hadi qırada görüm. Siz pişiqsiniz. Ay da ömrümə pazolu ve. O düzdür ki pişiq balasını sevdiğimdən yer. Əmi siz Mən də belə bir dostum var. Ay məsmə götü də bu. Əmi siz TikTok-a girənlərə nətər baxırsınız? Əmi skeytimə bax dədəm alı ve. Hə, çıx get də, çıx get. Əmi sürmək istəyirsən. Yeter, önüme girip de pişiyin. Siz ilk baxışdan sevgiyə nətər baxırsınız? Görəsən hansı günahıma görə mən abları yaşayıram. Nağardım mən. Ay məsmə, aparazdır məni. Yəni bacım uşaqları evə gələndə çox istəyirəm istəməyin ancaq dəli oluram da.
Yəni sakitlik ancaq sakitlik. Onsuz da həyatımız sakit deyil. Yəni Azərbaycanda hər gün dərd, stres, fikir. Yəni bilmirsən nə edəsən. Heç olmasa deyirsən ki, evə gələndə bir sakit durasan. Yəni həftə bir necə deyirlər, həftə 4, 24, 25 nəsə hər gün bizdədirlər. Demək olar ki. Deməli Part 2-nin gəlməyini istəyirsinizsə, zəhmət olmasa kanalıma abunə olmağı unutmayın dostlar. 200-ə son 28 abunə dostlar. Yəni artıq dərəcədə minnətdarlıq hissi. Yəni xahiş edirəm ki, dostlar, bunu gəlin bunu 200 abunə eləyək. Yəni ürəyiniz istəsəniz belə qardaşınıza dəstək olun, bir də 1000 abunə eləyək dostlar. Yəni hədəf 1000-dir. Görək də inşallah dostlar, hələlik gələn görüşənədir.